Vaxtınız xeyir olsun əziz şagirdlər. Bugün sizlərlə Mehdi Hüseynin Odlu Qılınc hekayəsinə baxaq. Bilirsiniz ki, blok imtahanından çıxarılmışdı, amma daha sonradan yenidən əlavə olunubdur bu əsər və gəlin əsəri oxuyaq və əsərdə nələrə diqqət etmək lazımdır, onları müzakirə eləyək. Qeyd olunub nə? Birinci hissə ixtisarla. Günəş doğdu. Hava işıqlandıqca Girdiman qalası aydın görünməyə başladı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Burada Kür çayını eşitdik. Başqa hansı əsərlərdə hadisələr Kür çayı və Kür çayının ətrafında olur? Bu barədə düşünüb şərh bölməsinə qeyd eləyərsiniz. Uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzüldü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi. Girdiman qalasının qoca keşişçisi, ilk obraz hələ ki bunu görürük, arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm-dirim vuruşuna girmişdi. Qoca, şəhərə düşmən qoşunu qoşulduğunu zənn edib, doluşduğunu zənn edib, hökmdara xəbər aparmaq istədi. Bu anda vuruşanlar həyətdə göründülər. Deməli, bu qoca keşişçi əvvəlcə səsi eşidir və bu səsi eşidərkən elə bilir ki, şəhərə düşmən qoşunu doluşubdur və bunu hökmdara xəbər vermək belə istəyirdi. Amma vuruşanlar həyətdə görünməyə başladı. Qoca keşişçi qəhqəhə çəkib güldü. Qoşun hesab etdiyi adamlar yalnız 2 nəfər imiş. Onlardan biri dalı-dalı çəkilir, o biri isə qabağındakının üstünə ildırım kimi şığıyırdı. Onlar qocanın burada olmasından xəbərsiz imişlər. Onun qəhqəhəsini də eşitmirmişlər. Yenicə doğan günəşin qızıl şüaları Poland qılınclarda əks edərək parıldayırdı. Vuruşan gənclərin üzü güldü. İləriyə doğru şığıyan dəliqanlı Girdiman hökmdarı Varazın oğlu Cavanşir idi. Cavanşir qabağındakı oğlana möhkəm bir zərbə endirərək onun qalxanını yarıya böldü. At yerə qılıncını Urmuz. Bununla sən 3 dəfədir məğlub olursan. Qoca keşişçini yalnız indi görüb utanan Urmuz, Cavanşirin qələbəsinə dözməyib etiraz etdi. Yox, bu olmadı. Ayağım daşa toxundu. Sən hələ yalnız 2 zərbə endirmisən. Mən özüm sənin xətrinə dəymirəm. Cavanşirin dodaqlarından gülüş izləri silinib yox oldu. Bu bəhanədir dostum dedi. İstəyirsən bir də vuruşaq. Bu meydan, bu da mən. Onlar yenə vuruşmağa hazırlaşanda qoca keşişçi Cavanşirə yanaşıb dedi. Mən davanızı ayırt elərəm. Qılınclar yenə parıldadı. Urmuzun zərbəsi gözlənilməz oldu. Cavanşir 2 addım geri çəkildi. Pərt halda gözlərini döydü. Bax, buna sözüm yoxdur dedi. Vuruş zamanı danışmaq mənə baha başa oturdu. Deməli, Cavanşir qılınc zamanı danışmağını özünə bir irad hesab elədi. Bunu qoca keşişçi demir, öz-özünə irad tutur. Qoca keşişçinin isə qarışmasına ehtiyac qalmadı. Cavanşir əlindəki qalxanı kənara atıb Urmuzun üstünə cumdu. Al, bu da 3 deyə sevinclə bağıraraq Urmuza möhkəm bir zərbə vurdu. İndi razısanmı? Urmuz bu zərbədən güclə özünü doğrultdu. Qılıncın ucunu yerə dayadı, çiyninin ağrısından qollarını 4-5 dəfə havada fırlatdı. Çox gözəl dedi. Mən sənin məharətini ürəkdən təsdiq edirəm. Böyük hökmdarımız Varaz doğrudan da xoşbəxtdir. Onun sevimli oğlu Cavanşir indi Girdimanın igid sərkərdəsi olmağa doğrudan da layiqdir. Gəl üzündən öpüm. Bununla da birinci məclis bitir. Keçək ikinci hissəyə. Birdən haradasa şeypur çalındı. Çox keçməmiş Girdiman cəngavərləri böyük meydana toplaşdılar. Səbəb nə imiş? Şeypurun çalınması. Vətənin göylərini qara buludlar örtəndə həmişə belə olardı. Deməli, şeypurun çalınması müəyyən bir məna kəsb eləyir. Vətənin göylərini qara buludlar örtüb. Şeypur səsləri hamını çağırardı. Girdiman igidlərinin sərkərdəsi dik bir yerdə görünərdi. Onun bir sözü ilə insan dənizi
bir səmtə doğru axırdı. İndi də gözlər sərkəldəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi. Arvadı Vahid xatun da yanında idi. İndi insan dənizi sükut içində gözləyirdi. Varaz sözə başladı. Onun səsində qəribə bir titrəyiş vardı. Cəbhələr yarmış bu qocaman sərkərdənin səsini eşidəndə hamı fəlakətin böyük olduğunu anladı. Varaz dedi: "Əziz övladım, bu qocanın sözlərinə diqqətlə qulaq asın. Müqəddəs Girdiman ölkəsi bizdən kömək istəyir. Odur, yenə üstümüzə düşmən gəlir. O çox insafsız düşməndir. Çapıb talayır, vurub yıxır. İnsaf deyəndə qılınc çəkir, namus deyəndə od yağdırır. Bilin ki, üstümüzə ölüm gəlir. Mən də sizə son borcumu verməyə gəldim. 30 ildə həmişə ölüm bizdən uzaq olubdur. Girdiman adı gələndə hamı hörmətlə baş əyibdir. Amma indi mən qocalmışam. Bugün səhər ox süzdürüb qılınc çalmaq istədim, əllərim titrədi. Sərkərdəniz kim olacaq? Göstərin. Bu anda Urmuzun qılıncı parıldadı. O Varazın qarşısında əyildi. Qılıncını oynatdı və dedi: "Böyük hökümdarımız, mən artıq yetkin bir cəngavərəm. Sərkərdəli qılıncını mənə verin." Varaz onun cəsarətindən razı qaldısa da, fikrinə şərik olmayıb dedi: "İgid oğlum, sən hələ cavansan. Sərkərdəli qılıncını adama hökümdar yox, döyüş meydanı verər." Urmuz daha dinmədi. Hökümdarın sözləri onu inandırdı. Sonra Cavanşir meydana çıxdı. "Mənim də sözüm var, ata," dedi. "Döyüş meydanında düşmən sərkərdəsinin qılıncını əlindən alacağıma söz verdi." Varaz oğlunun da cəsarətini bəyəndi, amma daha bir çətin sınaqdan keçirmək istədi. Bəlkə birdən o səni məğlub etdi. Cavanşir səsini ucaltdı. Böyük bir qürurla cavab verdi. "Kür çayı dayanar, Varaz oğlu Cavanşir basılmaz." O Cavanşirə diqqətlə baxdı. Sonra dönüb Cavahir xatunun fikrini bilmək istədi. Belə bir situasiya Koroğlu dastanında da var idi. Eyvaz getmək istəyir, Koroğlu dönüb Nigarə baxır. Onun fikrini bilmək istəyirdi. "Oğlum sərkərdə olmaq istəyir. Sən nə fikirdəsən?" Cavahirin anası dinmədi. Varaz yenə oğluna baxdı. Urmuza dediyini təkrar etdi. "Hələ cavansan oğlum." Cavanşir hamı eşitsin deyə səsini daha da ucaltdı. 14 yaşlı bir hökümdar tanıyıram ki, qanlı vuruşma meydanında düşmən sərkərdəsinin başını bədənindən ayırdı. Bu cümlə xüsusi diqqət yetirin. Oxuyarkən ağlınıza Şah İsmayıl Xətai bəlkə gəlir, amma bu Şah İsmayıl Xətai ola bilməz. Çünki Cavanşir Şah İsmayıl Xətaini görməyibdir. Tarixi olaraq. Bu çox güman atasından söhbət edir. Varazı nəzərdə tutub deyir. Varaz onun sözünü kəsmək üçün dedi: "Qoşun başçısı ölsə də möhkəm qoşun dağılmaz." Cavanşir bir qədər sustu. Lakin atasının bu fikrini də cavabsız qoymayıb dedi: "Mən düşmən qoşununu dağıtdıqdan sonra onun sərkərdəsi ilə qabaqlaşacağam." Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. Lakin onun bu cavabını eşitdikdən sonra Cavanşirə məhəbbəti daha da artdı. "Elə isə tədbirini söylə, oğlum," dedi. "Vuruşmanın sonunu gözləyərsən, ata," deyə Cavanşir cavab verdi. Sonra Varaz üzünü xalqa tutdu. İnsanların rəyini bilmək istədi. Və insanlar da razıyıq, razıyıq dedilər. "Elə isə uğurlar olsun bala. Unutma ki, Girdiman torpağının sərhədi Kür çayının o tayından başlanır." Yəni, atası oğluna Girdiman torpağının sərhədlərini qeyd edir. "Bunu bilirəm, ata. Qoy mehriban anam mənə xeyir dua versin." Xeyir dua verilməsini oğlu özü istəyir. Bütün xalqın gözü Cavahir xatuna zilləndi. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün hamı diqqətlə qulaq asırdı. Cavahir xatun dedi: "İndi də mənim sözlərimi dinlə, oğlum. Bir zaman sən hələ uşaq ikən, davada düşmənin polad qılıncı məni sinəmdən yaralandı. Mən ağlamadım. Oğlum Cavanşir sağ olsun dedim. Evə qayıtdım. Sənin sinəni al qanıma boyadım. Mən davasız, dərmansız
sağaldım. Sən də böyüyüb igid oldun. İndi vuruş meydanına gedirsən. Atanı da, məni də sən əvəz edirsən. Çalış ki, düşmən səni arxadan vurmasın. Sinəndən aldığın yaradan sənə ölüm yoxdur. Ananın qızıl qanına xəncər batmaz. Və ananın verdiyi üzüyə də qılınc batmadı. Bu da Basatla Təpəgöz boyundaydı. Ananın sözlərini eşidən Cildiman cəngavərləri qılıncları havada oynadıb ucadan çığırdılar. Var olsun anamız. Sonra Cavanşirin səsi eşidildi. İgid dostlar, anamın sözləri qollarıma qüvvət, gözlərimə işıq verdi. Atam bizi imtihana çəkir. Mənim də şərtim var. Hər saatda 7 çapar müharibə meydanından atama xəbər gətirsin. Bax bu meydanda 2 cərgə düzülsün. Bu cərgənin birində 7 oğlan, əllərində qılınc, xəncər, o birində isə 7 qız, əllərində gül, çiçək dayansın. Məğlub olub qayıtsam qoy o 7 cəngavərin hərəsi mənə sağalmaz bir yara vursun. Əgər qalibiyyətlə geri dönsəm, 7 qız üstümə gül çiçək səpsin. Varaz bu şərtlə razı oldu. Oğlum dedi, düşmən atlarını, külün müqəddəs sularından bir damla da içərsə, unutma ki, o qılınc yaralarını sənə 7 git yox, bütün Cildiman ölkəsi vuracaq. Qalib gəlsən üstünə o gülləri, o çiçəkləri, bütün Cildiman səpəcək. Cavanşir qoca atasının bu sözlərindən daha da ruhlandı. Uğurumuz xoş olarsa, yenə burada görüşərik ata, dedi. O köhlən atını gətirdilər. Cavanşir ata-anasının əlindən öpüb, cəld ata sıçradı. Köhlən at şahə qalxdı. Hərəkət şeypulları gürladı. Dağlar, dərələr titrədi. Cavan sərkərdənin qoşunu hərəkətə gələndə ata gözlərindən sevinç yaşlarını silərək dedi. Göylər sənə yad olsun, oğlum. Bununla da 2-ci məclis bitir, keçirik 3-cü məclisə. Günlər keçdi. Cavanşirdən xəbər gəlmədi. Qoca Varazın səbri tükəndi. Kim bilir, bəlkə də bütün qoşun əsir düşmüşdü. Ana ürəyi buna dözmədi. Cavahir xatun dedi. Səbr et, Varaz. Qocaldıqca deyəsən hökmdar olduğunu unudursan. Bu anda sarayın yaxınlığında yel qanadlı bir atlı göründü. Cavahir xatun onu hamıdan əvvəl gördü və dedi. Cavanşirin elçisidir. Hamı dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxdı. Elçi gəlib atdan düşdü. Hökmdarla Cavahir xatunun qarşısına baş əyib dedi. Mərd sərkərdəmizin ilk elçisiyəm. İlk elçisini də Cavahir xatun görmüşdü. Düşmən Kür çayının bəri tayında idi. İlk həmlədə düşməndən 200, bizdən isə 300-ə qədər igid qanı Kür çayının sularını qırmızı rəngə boyadı. Vuruş get-gedə qızışır, düşmən bizdən 10 qat çoxdur. Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrək göründü. Get oğlum, get. Bu acı xəbəri eşidən anaların ürəkləri qana dönməsin. Bu xəbərdən kədərlənmiş Cavahir xatun hökmdarın ətrafına toplanmış oğlanlara, qızlara üzünü tutub dedi. Cavanşir birinci şərtə əməl edib elçi göndərdi. Cildiman igidləri, siz də onun ikinci şərtini əməl edin. Bunu deyən Cavahir xatundur. Böyük ananın hökmünə əməl olundu. Gənclər 2 cərgə düzüldülər. Bir yanda qılınclar parıldadı, bir yanda isə güllər, çiçəklər ətir saçdı. Çox keçməmiş Cavanşirin 2-ci elçisi özünü yetirdi. Böyük hökmdar dedi. Bir Cildiman cəngavəri düşmən sərkərdəsinin qarşısına çıxdı. Atının qantarğasından tutub saxlamaq istədi. Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı. Yəni, Quduz düşmən tərəfindən Cildiman cəngavərinin qolu kəsilibdir. Cavanşir nərə çəkdi. Ey, qorx ki, sən başını itirməyəsən. Qanlı vuruşma getdikcə şiddətlənir. Düşmən bizdən 10 dəfə çoxdur. Qan Varazın başına vurdu. Gözləri qaraldı. Titrəyən əlini qılınca atdı və dedi. Of, Cavanşir, Cavanşir. Mən 30 ildə belə acı xəbər eşitməmişdim. Bu anda 3-cü elçi atdan düşüb səndələyə gəldi. Özünü güclə dikəldib qılıncına söykəndi və dedi. Böyük hökmdar. Cavanşir düşmən sərkərdəsi ilə qabaqlaşdı. Düşmən qara dırnaqlı atını Cavanşirin üstünə səriltdi. Əyri qılıncını düz onun
başına endirdi. Cavanşirin atı kənara sıçradı və birdən hərlənib özünü düşmən sərkərdəsinin üstünə atdı. Birdən nə görsək yaxşıdır. Bədəndən ayrılmış bir baş havada fırlanır. Qoca Varazın qəlbində oğul məhəbbəti coşdu, səbirsizliklə xəbər aldı. Kimin başı idi? Elçi nəfəsini dəldi və gülümsəyərək dedi. Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara dırnaqlı atının ayaqları altına atdı. İndi bizimkilər düşmən əskərlərini qırıb tökürlər. Cavahir xatun böyük imtahandan çıxmış oğlunun yaralı elçisinə baxaraq əmr etdi. Qızlar, bu şad xəbər elçinin yaralarını bağlayın. Bu şad xəbərə görə. Yenə şeypur səsləri gürüldadı. İndi Cavanşir özü Gildivan igidlərlə bərabər qayıdırdı. Deməli 3 elçidən sonra Cavanşir şeypur səsləri altında Gildivan igidləri ilə bərabər qayıdır. Varazın alov kimi yanan gözlərində oğlunun qələbəsindən doğan bir parıltı vardı. Cavanşir hələ at belində ikən qoca hökmdar soruşdu. Söylə oğlum, söylə mənim körpə aslanım. Düşmən atları Kür çayının suyundan içə bildi mi? Hamı ot kimi parıldayan qılınçla hökmdarı salamladı. Cavanşir dedi. Ata, qara dırnaqlı düşmən atları ana vətəninin müqəddəs Kür sularından bir damcı da içə bilmədi. Lakin düşmənlər özləri bu sudan doyunca içdi. Sonra Varazın səsi ucaldı. Bu ölkə heç vaxt məğlub olmayacaq övladlarım. Qızlar Cavanşiri çiçək dənizinə üzdürdülər. Amma yenə də onun odlu qılıncı parıldayırdı. 7-ci əsrdə parlamış bu qılınc odlar yurdunun şöhrətini bütün dünyaya yaydı. Bununla da odlu qılınc əsəri yekunlaşdı əziz şagirdlər. Bu əsəri oxuyarkən mütləq şəkildə diqqətli olun. Əlavə olaraq salınıbsa demək ki, blok imtahanca da düşmə ehtimalı yüksəkdir. Bu əsəri oxuyarkən hansısa bir məqamda çətinlik çəkdiyiniz oldusa, şərh bölməsinə qeyd edin, ətraflı izah yenə veriləcəkdir. Həmçinin ödənişli dərslərimizə qoşulmaq üçün 050 880 71 89 nömrəsinə əlaqə saxlayaraq həm ədəbiyyat, həm tarix, həm də Azərbaycan dil dərslərimizdən yararlana bilərsiniz. İndi isə videonu bəyənməyi unutmayın, kanalda abunə olun. Çox sağ olun.